Dəyərli şəhid anaları, əvvəla qarşınızda baş əyirik. Bugün bizim qəhrəman qardaşımız Rəhimli Xəyal Rahiloğlu'nun cənnətdəki mövlud günüdür bugün. Allah şəhidimizin məqamını eləsin. Mən də Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillərin və Müharibə Veteranları Müdafiəsi İctimai Birliyinin sədri Tahir Məmmədov adından və Dəmir Yumruq Alfa Cəmiyyətinin rayon üzrə sədri Hörmətli Fərmanzadə Zahir adından və o cümlədən təşkilatın Beyləqan rayonu üzrə digər sədri, region üzrə sədri Kirman Quliyev adından sizin hər birinizə başsağlığı verirəm. Dəyərli analarımız, bu kadr həm də ki Şəhidim TV-də Hüseynli Cavid Ağaoğlu tərəfindən, Şəhidim TV tərəfindən yayınlanacaq. Mən çox istəyərdim ki, qəhrəman şəhidimizin keçdiyi şərəfli ömür yoluna birlikdə nəzər yetirək. Rəhimli Xəyal Rahiloğlu 9 iyun 1992-ci ildə vətənpərvər zəhmətkeş Rahil bəyin ailəsində dünyaya göz açmışdır. Şəhidimiz 1999-cu ilin sentyabr ayında Beyləqan rayon Əlinəzəri kənd Kərəm Əliyev adına 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. Şəhidimiz 2008-ci ildə həmin məktəbi bitirərək fərdi əmək fəaliyyətinə başlayan Xəyal Rəhimov 2010-cu ildə həqiqi hərbi xidmətə çağırılan şəhidimiz Bakı şəhərində yerləşən en saylı hərbi hissədə xidmət etmişdir. Xidmətdə olduğu müddətdə Xəyal öz nizam intizamı, yüksək şəxsi keyfiyyətlərinə görə yuxarı komandanlıq tərəfindən fəxri fərmanlar, təşəkkürnamələr və digər həvəsləndirici mükafatlarla təltif edilmiş. Şəhidimiz hərbi sirri qorumağı, bacaran nümunəvi əskər kimi hərbi hissə rəhbərliyinin və əskər yoldaşlarının komandanlığın böyük hörmətini, rəğbətini qazanmışdır. Xəyal Rəhimli 2012-ci ildə ordu sıralarından təxris edilmiş, hərbi xidmətini başa vurduqdan sonra doğulub boya başa çatdığı doğma Əlinəzəri kəndinə qayıdan Xəyal fərdi təsərrüfatla məşğul olmağa başlamışdır. Xəyal Rəhimli dürüstlüyü, halallığı və yardımsevərliyi ilə hər zaman kənd sakinlərinin hörmətini qazanmışdır. Rəhimli Xəyal Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun başlatdığı Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan 27 sentyabr 2020-ci il 2-ci Qarabağ döyüşlərinə qoşulan Xəyal Rəhimli Cəbrayilin Qubatlının azad edilməsi üçün gedən ağır döyüşlərdə düşmənə ağır zərbələr indirmiş və çox sayda düşman yaratısını məhv etmişdir. Xəyal 2020-ci ilin oktyabr ayının 7-sində Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüş meydanında şəhidlik zirvəsinə ucalmışdır. Qəhrəman şəhidimiz Rəhimli Xəyal şəhadətindən sonra Beyləqan rayon Həzrəti Cəziz yarargahında salınmış Şəhidlər xiyabanında torpağa tapşırılmışdır. Şəhidimiz subaydır. Şəhid Xəyal Rəhimliyə göstərdiyi qəhrəmanlığa və igidliyə görə Ali Baş Komandan İlham Əliyev tərəfindən vətən uğrunda cəsur döyüşçü, Cəbrailin azad olunmasına görə və Qubatlının azad olunmasına görə medalları ilə təltif edilmişdir. Şəhidimiz yaşadığı şərəfli ömür, həyat yolu, daimi vətənpərvərliyi, yardımsevərliyi ilə yadlarda qalmışdır. Elmi savadı ilə hər zaman el ova içində böyük hörmətə, inama, güvənə qazanmışdır. Onun üçün şair onun üçün deyir ki, bu gün gərək hər anımız vətən desin. Bu gün gərək hər anımız vətən desin. Qılıncımız, qalxanımız vətən desin. Ölənlərin əvəzinə qoy qalanımız vətən desin. Vətən desin, qəlbimizin hər duyğusu, hər vurğusu vətən desin. Fərqi yoxdur harda olaq, zamanımız, məkanımız vətən desin. Çox yatdıq, çox mürgülədik, qoca millət mürgülədik. Qoşa-qoşa dağlarımız oğurlandı, çaylarımız, göllərimiz oğurlandı. İndi saysaq, saya sığmaz, daha nələr, nələr oğurlanıb. Yer üstündə xəzinələr, yer altında dəfinələr oğurlanıb. Qoca millət, bugün gərək hər andımız, amanımız, əgər varsa zərrə qədər imanımız, qoy imanımız vətən desin. Hər yaxşımız, yamanımız vətən desin. Əli kəsik, dili kəsik, uşaqlar var hələ dustaq, körpə dustaq vətən deyir. Bu nə külək, bu nə bulud, bu nə yağış, bu nə qardır. Didərginlər üzərində susub durdu. Vətən dedi, vətən dedi. Allah şəhidlərimizi məqamınızı eləsin. Dəyərli şəhid anası, dəyərli şəhid anaları, sizin dərdinizə bizlər qurban olaq. Sizin qeyrətli, igid, mərd övladlarınızın qanı və canı bahasına bugün bizim 86,6 min kvadrat kilometr ərazimiz bərpa olundu. Tək torpağımız azad olunmadı. Xocalıda, Əsgəranda, Ağdabanda, Meşəldəki o gəlinlərimizin, qızlarımızın isməti qaldırıldı yerdən.
O süngüyə taxılan körpələrimizin qisası alındı. Sizin dərdinizə mən qurban olum, əziz analarım. Dəyərli şəhid anası. Allah sizdən razı olsun ki, belə qeyrətli oğullar yetişdirmişsiniz. Əlbəttə, qartal yuvasından ancaq belə qartal ürəkli oğullar, aslan ürəkli oğullar çıxır. Çox sağ olun. Təşəkkür edirəm. Sağ qurban olun. Allah sizdən də razı olsun. Çox sağ olun. Sizdən də razı olsun ki, Təşəkkür edirəm. Çox sağ olun. Var olun. işıqlandırırsınız. Allah köməyiniz. Mən də Allahdan qardaşımıza rəhmət diləyirəm, bir deyirəm. Allahdan rəhmət diləyirəm qardaşımıza. Məqamı ucuz olsun. Qardaşımızın insanlığı cəmi bu dinc məzarlıqda uyan şəhid qardaşlarımızın ruhları şad, məkanları cənnət, məqamları oldu. Onların içində 92, 93, 94, 95 də var. Antiterror da var. 44 günlük də var. Aprel şəhidlərimiz də var. Cəmi şəhidləri mən nəzərdə tutdum dedim. Bu günlərim hansı şəhidlərimizin mövlududur, hansı şəhidimizin hanım günlərisə Allah onların hamısına geri bir daha rəhmət eləsin. Mən sizə başqa bir söz tapıyorum. Nə desəm, qardaşımızın bir tükünü belə geri qaytarmaq. Amma səbirli olmaq lazımdır, yaşamaq lazımdır, yaşatmaq lazımdır. Digər balalarından onu iyin alıb, onun təsəllisini onlarla tapasan. Allah'tan bir daha rəhmət diləyirəm. Allah sizlər də var eləsin. Allah yerdən o bana sizlərə əsir eləməsin. Anamızı tək qoymadınız, var olasın. Minnətdarlığımı bildirirəm öz adımdan və Şəhid TV rəhbərliyi adına, kollektivi adına, zaten başda olmaq, mən başda olmaq şərtilə hamısının adına sizlərə baş sağlığı verirəm. Allah rəhmət eləsin. Allah qala bir daha belə bir qara bulud başımızdan görsün. Bir daha belə bir pis gün nəsib eləməsin bizə. Nəzə çatalım. Hələ bir kəlmə də olsa, qısa olsa bir anamıza nəsə demək istəyir. Buyurun. Məhəmməd Eyləqanın şəhidliyi üçün atmaq qarşısı təqim tutanlardır. Tural Əhlimanın nasıyam. Bugün biz rəhmində xəyal balamızın mövquduna yığışmışıq. Biz birsiz şəhidləri yaşadan insanlar var, sizin kimi oğullar var. Zahir balamız sizsiniz. Erməni əsirliyində olan Namik balamız var, qazimiz. İndi xəstəxanada qoyub gəlmiş. Bəli, bir Namik də var, o da qazimiz. Yəni bizim ətrafımızda olan belə qazilərimiz var olsun. Bizim təşkilatçı oğlumuz sağ olsun, yaxşı çıxışlar verdi. Bəli, Allah şükür olsun, Allah şükür müəllim, çox sağ olsun. Güzel sözlərinə görə, yəni dəyərli sözlərdir. Həqiqətən də bu oğullar igid oğullardır. Mərd oğlu, mərd ana doğar. Belə oğulları yalnız belə mərd analar dünyaya gətirərlər. Nəinki Deyləqanın, bütün Azərbaycanın, Türk dünyasını təxrir belə oğullar. 30 illik o alımda ləkə idi və dillənə bilmirdik. Bəzən televizorda havanı göstərəndə deyirlər Şuşa, Füzuli, Ağdam, deyirlər, çətin bu torpaqlar alınır, hara alınacaq torpaqlar. Amma bu oğulların sayəsində torpaqlarımız düşmən əsarətindən xilas oldu. İndi Qarabağ azaddır. Qarabağda gedən gənclərimiz, cavanlar, uşaqlar, körpələr sevinclə yaşayır. Orada cənab prezidentimiz, Ali Başkomandan hər bir şərait yaradıb. O torpaqlarda canını qurban verən oğulların ruhu şad olsun. Onları dünyaya gətirən analara iki özümüz qarşı Allah'tan səbir diləyirik, dözüm diləyirik. Allah bizi heç vaxt, heç kimə möhtac eləməsin. Analar yaşasın, bacılar yaşasın, qardaşlar yaşasın və sizin kimi oğullar da yaşasın. Qoy belə bizim oğullarımız da daim işıqlandırılsın. Çox sağ olun. Hər birə təşəkkür edirəm. Analarımız çox idi. Başqa bir tədbir olduğu üçün şəhid tədbiri. Bəli, yarı orada cəmləndi, yarımız burada. Anamıza ancaq səbir diləyirəm, bacılara səbir diləyirəm. Xəyal edim tək oğlu idi. Neçə bacı bir qardaşı idi. Yəni bu boyda cənab prezidentimiz ona medallar təqdim edir. Gör nə qədər cəsarətli oğul olub. Ruhu şad olsun, anam. Cəmi şəhidlərimizə ruhu şad olsun. Mən də kəşfiyyatçı gizir. Toyuna bir ay qalmış. İbadlı Raminin anasıyam Beyləqan rayonu 2-ci Aşıqlı kəndindən. Allah cəmi şəhidlərimizin yerini cənnət eləsin, məkanlarını cənnət eləsin. Allah o düşmənə qan oturan, o yaralı qazilərimizə Allah şəfa versin. Allah ordumuzu qorusun. Allah o şəhidlərimizin qanı ilə, canı ilə
alınan o Qarabağ torpağında ucalan bayrağımızı bir daha indirməsin inşallah. Allah bayraqlarımızı bütün bayraq, dövlətlərin bayrağından üstün eləsin. Dövlətimizi bütün dövlətlərdən qüdrətli eləsin, qüdrətli eləsin inşallah. Allah bala itirən bütün şəhid analarına səbir versin, kifayət anamız da onların içində. Bugün Nazif Xana dediyi kimi şəhid anaları çox idi, bayaq burada tədbirə görə getdik. Allah bütün analara səbir versin, dözüm versin. Allah şəhidimizi yaşadan oğullarımıza, sizin kimi bax belə gəlib şəhidimizə dəyər verən, çəkir, işıqlandıran bütün o televiziya işçilərinə, sizin kimi oğullara Allah kömək olsun, Allah sizdən razı olsun. Allah şükür balamızın da səsinə qüvvət versin. Bütün tədbirlərimizi belə gəlsin, hər şey işıqlandırsın inşallah. Bizim özümüzdə Allah sizə də şəfa versin Zahir müəllim. Birləşdirən, bizi bura yığan bu qəhrəman qardaşlarım, onlar hər birisi mənim üçün, hər birisi Bilirik, biz bilirik. mənim üçün ayrı-ayrılıqda milli qəhrəmandır. Biz şəhidlərimizə nə təbdəyər Milli qəhrəman nə deyib, milli qəhrəman olur? Kimə görə olur? Gözümüzün qabağında olan qardaşlarımız da olur deyib. Eləsi olur ki, mən döyüşdə tanımamışam, elə bir tanınmaz hal. Çünki adam hər şey danışa bilmir, yəni yaxşı mənada nəticə olaraq da büyük gün torpağımız bir olur. Yəni onların əziyyətini, zəhmətini, qanının bahasına bu günləri bir-birimizi tanıyacaq. Bir dənə oğul eti deyim, bir dənə oğul qazandırdım. Onun bizim yəni dediyi kimi bu kişilərin, bu qəhrəman qardaşlarımızın sayəsində. Onları dünyaya gətirən sizdən Allah. Əllərinizdən öpürəm, qarşısında baş əyilməlisiniz. Çox sağ olun. Siz də sağ olun. Atamız da gəlsə, Gəlməyib. Allah rəhmət etsin. Cəbəl baxın. Ben şehit Ataşiyev, Tuğrul Atasıyan Rahmi. Allah cem şehitler veremedi. Mekanlarına güzel olsun. Allah cem şehitler versin. Sənə də gözəl şəhidin o biri balanın, Allah balaların yerin cənnət etsin. Allah anasına 2 qat səbir versin. Salə bacımıza bir bala itirmək hələ çətindir, gör 2 bala itirmək nə gedəcək. Mən də sizə minnətdaram. Mən də Rəhimli Xəyalın bacısıyam. Allah razı olsun. Balalarımızın yeri cənnət olsun. Cəmi şəhidlərimizin yeri məkanı cənnət olsun. Mənim də qardaşımın bugün mövlududur. 6-cı gün keçirdi. Cənnətdəki 6-cı mövludun. Bu qara daşın altında torpağa qarışan canına, canımız qurban. Bütün şəhidlərə canımız qurban. Allah razı olsun sizlərdən. Çəkib işıqlandırırsınız. Çox sağ olun. Allah razı olsun. Buyur hanım, sənə nəsə sözün varsa buyur. Ne diyeyim, hemşe danışır. Yadigar bu işçisinden bilmem ne diyeyim. Teşekkür ederim. Allah səbir versin. Balayın cənnətdəki 34-cü Mövlud mübarək olsun dedi. Bizim balalarımızın qanı bahasını biz görsən azad gəldi, yardım. Allah mesela bunları çox tanıdırır dünyaya. Biz bunları elm ocaqlarında tanıdırır, tanımayanları tanıtdırır Allah qoysun. Çünki bizim dövlətimiz qüdrətli dövlətdir. Dünya xalqlarda həsrət aparır Azərbaycana ki, Azərbaycan övladları torpaq üçün, millət üçün, xalq üçün canını sipər edir. Yəni, belə gəlməsin. Xocalı neçə il bundan əvvəl oldu? 30 il, 29 il bundan əvvəl baş verdi. Xocalıda görün nə qədər 613 nəfər qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 nəfər gəlin qız erməni əsrində həqarətlərə məruz qaldı, ay bibi. Hələ də 150 nəfərin aqibətindən xəbər yoxdur. 63 uşaq qadın həyatını itirdi, 24 uşaq hər iki valideynini itirdi, 130 uşaq valideynlərin birini itirdi, 8 ailə tamamilə məhv edildi, ay bibi. Bu elə belə gəlməsin. 1918-ci ildə 140 mindən çox Azərbaycan türkü günahsız yerə qətl edildi. 31 martdan 1 aprelə qədər 1918-ci ildə.
Andrey Lübonik Ozanyanın rəhbəri ilə Erməni Daşnak ordusu tərəfindən. Amma sizin balanız 29 ildən sonra, 30 ildən sonra 44 günə tarix yazdı. Bu Dünya Hərb Akademiyasında keçirilən bir dərsdir. Çünki bizim xəyallarımız, bizim ramillərimiz, toğrullarımız, hələ neçə igidlərimiz canlarını qurban verdi. Hələ onların o qəhrəmanlığından ilham alan oğullarımız əldə silah, əldə qılınc, əldə qalxan yenə döyüşə hazırdır vətəni müdafiə etmək üçün. Çünki biz İslam imanlı, Türk əsilli, Oğuz nəsilli xalqıq. Biz yıxılmayan, əyilməyən, məğlub edilməz xalqıq. Çünki əsrlər, bu 2 əsrə yaxın biz Rusların, Fransız, İngilislərin əsrliyi altında heç vaxt dinimizdən, imanımızdan əl çəkmədik. Allah şəhidlərimizin məqamını eləsin. Təşəkkür edirəm. Amin. Amin. 9 iyun 2026-cı il. Beyləqan rayon Əlnəzərli kəndində şəhidimiz Rəhimov Xəyal Rahil oğlunun cənnətdəki dəyişmə mövzuna yığışmışıq. Burada Beyləqan şəhid anaları və İsmaildən də bizim şəhid Xəyalımızın anası qonağımızdır. Xoş gəlir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah sizlərə var eləsin. Dərd otaqlarısınız. Yanan ürəyizə mən qurban. Bu günlər məzarlıqda ziyarət olunmuşdu. Artıq indi ev muzeyinə yığışmışıq. Evində qardaşımızın muzeyini ziyarət edirik. Allah şəhidlərimizə rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun. Xatırladıram ki, bu günlərimdə burada Beyləqan rayon 1-ci Şahsevən kəndinin şəhidi olan, Anteli şəhidi olan Fətsadə Fətih Almoğlu oğlunda cənnətdəki mövlududur. Allah rəhmət eləsin. Müşab anamız da burada. Yaxına gəlir, ortaya gəlir. Allah sizlərə səbir versin, dözüm versin, iradə versin. Yaşayıb yaşadasınız, o gözəl cənnət qoxulu mələklərin həmişə belə deyək, biz onlar görmüşük, onlar bizləri görür və duyurlar. Allah ruhlarını şad, məqamlarını uz eyləsin. Allah səbir versin sizdən hər birinizə. Ömür sen de gelen nefer var. Buyur. Ben Rəhimova Kifayət, Əsəd qızı, Xəyalın anasıyım. Allah sizə ömür versin. İki tane var, getdim müharibəyə. Sonra Allah sizə səbir versin. Allah da ödüm versin. Allah. Allah rəhmət eləsin. Bu şəhidimiz Fətsadə Fətih anası Müşabanı buyur. Fətsadə Fətih'in anasıyam. Allah bütün şəhidlərimizin yerini cənnət eləsin. Allah anasına səbir versin. Qazilərimizə can sağlığı. Allah hamımızın köməyi olsun. Hatırlayalım şəhidimizin bacısı. Buyur. Allah hamımızdan razı olsun. Bugün bu ananı sevindirdiniz. Borcumuzdur. Mənəvi cəhətdən sevindirdiniz ki, onu övladım unutmamışsınız. Çox sağ olun. Sizdən çox razıyam. Bakın. Allah bütün cəm şəhidlərimizin məqamını uca eləsin. Ruhlarını şad eləsin. Bugün mənim qardaşımın da 6-cı, cənnətdə 6-cı mövludunu qeyd edirik. Allah yerin cənnət eləsin. Amin. Ben Beyləqan şəhidi Könüllü Salahlı qızın anasıyam. Bugün bizim iki şəhidimizin mövlud günüdür. Fətizadə Fətih və Rəhimli Xəyal balamızın mövlududur. Bugün biz o anaların yanında olduq. Allah onlara səbir versin. Amin. Balalarımızla bir yerdə cəmi şəhidlərimizin yeri cənnət olsun. Ruhları şad olsun. Amin. Allah analara səbir versin. Amin. Buyurun Kemal Ben Hanım. de İbatlı Ramin'in anasıyam. Allah cəmi şəhidlərimizin yerini cənnət eləsin. Allah sizin televizyonunuzun da ömrünü uzun eləsin inşallah. Allah Çox- şunun Allah şəhidini sizdən sevər razı ki. olsun ki, gəlib şəhidlərimizi çəkib işıqlandırırsınız. Allah razı olsun. Borcumuz. Buyur Tərcan. Mən də Süheyli Şahın anasıyam. Kifayət mənim xalam qızıdır. Allah ona səbir versin. Gözünün bir çırağıdır. Heç nə, Allah səbir versin. Allahdan səbir istəyirəm bütün analara. Allah sizi qorusun. Allah sizə sizinlə də olsun. sağlam can versin. Hər birinizi, Allah Allah şükür bəy sizi, Zahir müəllim, sizi ol, hamınızı çox sağ ol. Allah qorusun ki, yad edirsiniz, çəkirsiniz, işıqlandırırsınız. Çox sağ olun. Buyur Gözəl Hanım. Xoş gəldiniz. 2023-cü ildə Antiyola əməliyyatında şəhid olmuş Leytenant Məmməd Leyqan anasıyam. Bu günlərin biz həmi Fəthi Fətizadənin mövluduna yığışmışıq, həm də ki, Rəhimli Xəyal balamızın cənnətdəki dəyişilməyən
mövluduna yığışmışıq. Allah cəm şəhidlərimizin ruhunu şad məqamını uca eləsin. Buyur Sevin ağa. Hər polis Azadə Vaqifin anasıyam. Allah hər iki anamıza səbir versin. Allah balalarınızın o cənnətdəki dəyişməyən mövludunu mübarək eləsin deyək. Allah bütün analarımıza, atalarımıza səbir versin. Amin. Allah canımızı kömək. Mən də Əliyev Məhəmmədin anasıyam. Bugün bizim həmi Fətizadə Fətinin demək olar ki, cənnətdəki dəyişməyən ad günü və Rəhimli Xəyalın cənnətdəki dəyişməyən ad gününə yığışmışıq. Anaların yanındayıq. Allahın salamı olsun. Adın çəkdiklərim, şəhidlərimizin və cəm şəhidlərimizin ruhuna Allah özü salam səlavət göndərsin. Cəm şəhid analarına da Allahın salamı olsun. Amin inşallah. Sağ ol. Mən də Ağazadə, 1-ci Anatör Qısas Əməliyyatının şəhidi Mirtalib Ağazadənin mamasıyam. Bugün Kifayət ananın, Şüabə bacını tək qoymaq istəmədik. Sanki onların balalarının mövludu deyil, bütün şəhidlərimizin mövludu deyib toplaşmışıq. Gələn ayaqlarının hamısının var olsun, şəhidlərimizin də məqamı ucadan uca olsun. Allah qazilərimizə şəfa versin. Sağ ol. Hatırladıram ki, 1-ci Şahsevan kəndinin Beyləqan rayon Birinci Şəhsəmən kənd ərazi nümayəndəliyi adından mən də şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Allah onların bugünkü mövludu gününü, məqamlarını ucu eləsin. Kifayət anama, Nüşabə anama səbir diləyirəm Allahdan. Allah onların qarşısına baş əyirəm ki, belə bir övlad getiriblər. Allah bütün şəhidlərin qarşısında baş əyirəm. Allah hamısından Allah talıdan rəhmət diləyirəm. Allah köməkdir. Xüsusi təyinatlı qüvvələrin gizli, şəhid Dəmrosiya Əmin anasıyam. Allah analarımıza səbir versin, dözüm versin. Allah qazilərimizə can sağlığı versin. Veteranlarımıza can sağlığı versin. Allah Ordumuzu səbir qorusun. versin analar. Çox sağ ol. Mən də Leytinat Muhtazı Tağım komandiri Tural Əhlimanın anasıyam. Bunu deyə bilərəm ki, vətən yolunda, torpaq yolunda, hərbi qulluğunda cəmi şəhidlərimizin və vətənini xidmət edərkən həlak olmuş cəmi əskərlərimizin hamısının ruhu şad olsun. Amin. Mən də İçkin şəhid İlqar Qurbanovun bacısıyam. Mövludda olan onlara rəhmət diləyirəm. Analarına səbr verirəm. Bütün şəhidlərinə, hamısına canım qurban, hamısına Allah rəhmət eləsin, analarına, bacılarına səbir versin. Amin. Buyurun. Mən də Beyləqan şəhidi Fahim Xaciyevin anasıyam. Bugün bizim Xəyal balamızın və Fəti balamızın mövlududur. Onların cənnətdə dəyişməyən mövludu mübarək olsun. Allah cəmi şəhidlərimizin yerin cənnət məqamlarını uca eləsin. Allah qazilərimizə can sağlığı versin ki, onlar hər zaman bizlə bir yerdədirlər. Şəhidlərimizi unutmurlar və unutdurmurlar. Allah analarımıza səbir versin. Amin. Buyurun. Yaxın gəl. Allah rəhmət eləsin. Xəyal mənim acıma oldu. Ruhu şad olsun. Cəm şəhidlər hamısını Buyur. Hamısı elimizin, ovamızın qızı gəlini qurban olsun. Hamısına səbir diləyirəm. Allah Allah mənim qızına da, bacıma da bir ürək toxtaqlıq versin. 4 qızın üstündə nəfəs olsun. Amin. Çox sağ olun. Sizə çox var olun. Biz də bir daha Şəhidimi Sevər TV kanalı kollektivi adından sizlərə səbir, dözüm, iradə. İnşallah biz qapınıza xeyir işıqlandırmaq üçün gələrik inşallah. Allah sizlərə hər zaman yüzünüzü güldürsün. O kədər göz yaşını, o sevinç göz yaşı ilə əvəz olunsun. Bax o günləri biz sizə arzulayırıq. Bizim də əlimizdən gələn nədir? Nə bacarıq onu da eləyirik. Əsas o ki, sizin ürəyiniz biraz toxtaqlı taxtı, bizə nə xoş bizim halımıza. Allah sizləri var eləsin, öpürəm hər birinizi, barıda açıram. Qarşınızda da baş əyirəm. Çox sağ olun. Allah şükür, sözüm var qısa olaraq. Allah şəhidlərimizin məqamını təşəkkürüm var, izah edirəm. Çox sağ olun. Buyur ana. Buyur, estağfurullah. Buyur. Mən Thank you.
Değerli şəhid anaları, əvvəla hər birinizə xoş gördük. Bugün iki qəhrəman qardaşımızın Rəhimli Xəyar Rahil oğlunun və o cümlədən Fətizadə Fətə Ağamoğlan oğlunun cənnətə kimi yolluq günüdür. Allah hər birinin və onların timsalını bütün qəhrəman şəhidlərimizin məqamını uca eləsin. Biz də Şəhidim TV adından sizin bugün ziyarətinizə gəlmişik. Allah şəhidlərimizin məqamını uca eləsin. Məqamların uca ruhlarını şad eləsin inşallah. Onların qanı və canı bahasına bugün biz 86,6 min kvadrat kilometr ərazimizi bərpa eləmişik. Üç rəngli bayrağımızı zirvələrə qaldırmışıq. Allah şəhidlərimizin məqamını uca eləsin. Şair gözəl deyir belə yerdə. Şair deyir ki, dağların qoynunda soldu çiçəklər, söndü dan olsun min bir diləklər, kamına çatmadan köstü ürəklər, qəlbimdə qubardı candı şəhidlər. Kasıb damxaların zəngin insanı, kasıb damxaların zəngin insanı, vətən vətən deyə tapşırdı canı. Hər kəsdən üstündür bir damla qanı, ən böyük şöhrətdir, şandır şəhidlər. Göylərdən ucadır məqamı ulu, əməli salihdir, imanla dolu. Nə böyük zirvədir şəhadət yolu, hər iki cahana şandır şəhidlər. Hər iki cahana xandır şəhidlər. Allah şəhidlərimizin məqamını uca eləsin, ruhları şad eləsin.